Həyatdır da. Axırımız buradır. Deyirdi mənə, sən mənim anamsan. O birlər uşaqlarım, sən mənim 52 yaşında rəhmətə gedib. Allah and olsun, toya apardı məni. Dedi, qızım yorğunsan, maşını da aldı, yatı yenə mən maşını sürəcəyəm. Gözündən qoymurdu, biz belə ata görmüşük. Əsirdir üstümüzdə, Allaha and olsun. Allah ölənləri rəhmət eləsin. Mən həmişə gəldirəm, o ilə dərdləşirəm. Bir şey olan kimi deyirəm, Allah, atam sənə qurban olum. Meydanda tək qalmışam. Hər şeyi kürəyimdə daşımaqdan yorulmuşam. Həm kişi yolu, həm qadın yolu. Allah'a and olsun. Qadın üçün çox çətindir. Özü ki, indiki zamanədə qadın ailə saxlayır, kişi ailə saxlayır, hünərli adamdır. Allah'tan həmişə gecə gündüz demişəm, Allah məni tək qoyma yenə, balalarımı tək qoyma. Mənim səndən başqa heç kimim yoxdur. Allah qəni-qəni rəhmət eləsin. Nə bilim, həyatdır da. Danışmaq olmur, dinmək olmur, dərdi bilmirsən, kimə danışarsan, kimdən dərdləşəsən. Görürəm, atanız sağ olsaydı, bu günə qədər yaşadığınız çətinlik... Qurban olum, o bir dənə içərdən girəydi, eyvə qışqırıydı mən. Mən hələ indiyəcən onun mən bir dəfə mənimlə bək danışmağını görmədim. Bir dəfə mənə sillə vurmağını görmədim. O bizi döyməyib. Allah'ın da olsun. İnanırsan ki, köynə məhəllədə olmuşuq qapıdan keçəndə, yığışdırırdıq özümüzü. Uşaqlar biraz dəcəl oluruq. Mən böyük qardaşımla bir də görsən ki, uşağıq da dava eləyirik. O gələn kimi yığışdırırdıq. Yer tapmırdıq ki, hara gerək ki, o kişi bizi görməsin ki, biz uşaqla məsəlçində evdə söz-söhbət var. Nə deyim valla, mən belə kişinin qızı olmuşam. Ya sağ olsaydı, bu günə qədər həyatda yaşadığınız çətinliklər yaşayardınız, yoxsa? Ay Allah, sağ olsaydı onu əlim içində gezdirərdim. Cavan olmuşam, başa düşməmişəm həyatı. Elə bilmişəm ki, ata-ana həmişə sağ olacaq. Adam cavan olur axı. Amma yaşad olursan, özün ana olursan, özün ata olursan, bilirsən ki, məsəl üçün mən evdə otururam, biraz əziyyət çəkəndə indi deyirəm ki, görürsən, vaxtı ikən mənim atam, anam mənim üçün belə əziyyət çəkmək, indi mən əziyyət çəkirəm. İndi bilirsən onun qədrini, gec olur da, amma ki, gəlir sağlığında beləsən. Allah rəhmət eləsin, ona qurban olaram mən, onun cəddinə qurban olaram. Niyə kəfəni də almışsınız indidən? Bilirsən, indiki cavanlar bilmir axı, nə var, nə yox. Biz məsəl içində görmüşük, atamızdan, babamızdan görmüşük. Almışam ki, əziyyət çəkməsinlər də, hələ kəfənim özümdə. Bax, mənim yerim bura. Axırımız torpaqdır. Tardır. Bir Allah, bir də etdiyin əməllər, bir də torpaq. Tardır. Getdik. Yalçıba, bu mənim ana babamdır. Bu təzə pirin balaca formasıdır. Mənim anamın nənəsi Nabat xanım təzə piri tikdirəndir. Bu da babadır, mən də Nəcəf qulu. Gəl indi bir dənə bunları ziyarət eləyək. Bu mənim xalamdır, Validə Mahmudova. Allah rəhmət eləsin, 64 yaşında rəhmətə gedib. Sərdabənin içində babamdır, böyük xalam Sarı xanımdır, nənəm Kübra xanım, Hacı Basqulu qızı. Bunlar Sərdabənin içindədirlər. Bu da mənim anam, o bifsi qızıdır. Bunlar maşallah çox yaşayan nəsildirlər. Hərəsi 1,85, nənəmin 94 yaşında rəhmətə getdi. Babam da eləçinə. Bunlar hamısı öz qolma əqrəbələridir. Anam nəsildir. Allah rəhmət eləsin, Allah. Anam da Göyçək olub, atam da. Ananız
Sağ olsaydı ona hansı söz deyərdiniz? Anam sağ olsaydı, indi o qədər deməli sözlərim var, Allah'ın olsun. Adamın bir məsəl üçün də oturan vaxtında bir sirdaş axtarırsan özünə, adamın anasından başqa yalandır axı. Kimə desən, deyir sirri vermə dostuva, dostluğun da dostu var. Amma aman ananın yanında danışanda elə orada da qalır. Anadan gözəl şey yoxdur, atadan gözəl şey yoxdur. O atalı, analı uşaqlar var ha. Nə qədər anaları sağdırsa, onların qədrini bilsinlər. Öləndən sonra kifayətdir. Ağlamağa dəyməz. Xanım, dünyadan köçənlərin ruhu bizimlədir. Onlar bizi eşidirlər. Onlar qabaq bilirlər. Bəli. Mən hər həftə 4-cü günlər gəlib bunlara Yasin oxudururam, hər həftə. Mən məsəl üçün də mənim anam nəslində 6 nəvə var da. Çox vaxtı mən gəlirəm. Hamısını ziyarət edirəm. Nə demək istəyirdiniz ananıza? Bax, onun üçün ruhu sizi eşidir. Anama deyərdim ki, anam sənə Allah rəhmət eləsin. Mənim bu sənətə gəlməyimdə göydə Allah anamla atamın vasitəsi olub. Onlar olmasaydı mən sənətkar olmazdım. Olmasaydı mən gövhər olmazdım, tanınmazdım. Allah onlara qəni-qəni rəhmət eləsin. Anam gözəl ev xanım idi. Ev xanım ya, atam amma şofer işləyirdi də. Mənim anam əziyyət çəkməyib. Ər çörəyi yiyib. Atam elə daşıyıb gətirir, özü bir kilo olan yox, yeşiyin alıb gətirərdi. Allah, yenə deyim də, Allah rəhmət eləsin qəni-qəni. Mən onları çox borcluyam. İndiyənə qədər də mən görürsən ki, otururam, deyirəm, anam keşkə yanımda olaydı. Keşkə anam yanımda olaydı. Sözümü, pıç-pıçımı, gör-görümü sən bilərdi. Qurban olum Allaha, indi hamısı fani həyatdır da, heç kimin anası, atası qalmır. Qurban olum, bir gün yaranmışıq, bir gün də gedik. Qurban olum Allah.